Mövzunun əhəmiyyətindən bəhs edilərək bildirilib ki, uşaqlar hüquqları ilə yanaşı müəyyən vəzifələrə də malikdirlər. Qeyd olunub ki, uşaqların hüquqlarının qorunması onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin vurğulanıb ki, erkən yaşlarından hüquq və məsuliyyət anlayışlarının aşılanması gələcəkdə cəmiyyətə faydalı vətəndaşların formalaşmasında mühüm töhfə verir. Uşaqlar yaş və bacarıqlarına uyğun olaraq təhsillərinə diqqət yetirməli, valideyn və müəllimlərinə hörmətlə yanaşmalı, həmyaşıdları ilə sağlam münasibətlər qurmalı və cəmiyyətin qaydalarına riayət etməlidirlər. Tədbirdə hər bir uşağın öz hüquqlarını bilməsi ilə yanaşı, vəzifələrini də dərk etməsi, məsuliyyətli vətəndaş kimi formalaşması məsələlərinə də toxunulub. Tədbir diskussiya şəklində davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda mövzu ilə bağlı sorğu keçirilib, maarifləndirici broşürlər paylanılıb və posterlər elan lövhələrinə yerləşdirilib. Pərvin Səfərzadə, İlqar Məmmədov, NTV Xəbər.